İdrak liseyində müəllimi gülləyən şagird və ailəsi ilə bağlı hər gün yeni detallar ortaya çıxır. Hadisədən sonra şagirdin atası Samir Sirinovun bu məsələdə məsuliyyəti də gündəmə gəlib. Belə ki, şagird müəllimə atasına məxsus ov silahından ateş açıb. Bu isə hüquqi məsuliyyət yaradır. Global info.az qeyd edir ki, ov silahının saxlanma qaydası və saxlayan şəxsin məsuliyyəti var. Silah bağlı yerdə olmalıdır. Hüquqi məsuliyyətə nəzarət mexanizmi Daxili İşlər Nazirliyindədir. Sahə inspektorları və sahə rəisləri ilə bağlı dinin əmri ilə təsdiq olunmuş vəzifə təlimatları var. Uyğun olaraq hər rübdə ya da sıx aydan az müddət olmamaqla silah sahibinin ünvanına baxış keçirilməli, silahın saxlanması qaydaları müəyyən düzgün saxlanılmayan silah aktlaşdırılaraq götürülməlidir. Silahın düzgün saxlanılması nə deməkdir? Ov silahlarının saxlanması qaydası tələb edir ki, silah və onun istifadəsi üçün nəzərdə tutulan sürsat güllə ayrı-ayrılıqda, gülləni silahın içində saxlamaq qadağandır, dəmir seyfdə tam təhlükəsiz qaydada digər şəxslərin müdaxilə etmək imkanı olmayan şəraitdə saxlanmalıdır. Buna nəzarəti isə sahə inspektoru, eləcə də sahə rəisi həyata keçirir. Hər dəfə silaha baxış zamanı saxlanma qaydası ilə bağlı akt tərtib edilməlidir. İnanırıq ki, din tərəfindən digər mövzularda olduğu kimi bu mövzuda da maarifləndirmə işi aparılacaq. İdrak liseyindəki hadisə ilə bağlı məktəbin gözətçisini ittiham edənlər də var. Deyilir ki, gözətçi şagirdin cantalarını yoxlamalı idi. Gözətçi hər cantaya baxa bilinməz, bu fiziki mümkün deyil. Skaner aparatı olmalıdır. Bəs bu tip aparatlar harda quraşdırılır? Strateji obyektlərin mühafizəsindən kənar obyektlərdə skaner aparatının qoyulması könüllüdür. Ona görə də məsələyə kompleks yanaşmaq lazım olur. Yaxşı olar ki, illik təhsil haqqı həddən artıq yüksək olan gözəl məktəblərdə bu cür təhlükəsizlik tədbirləri gücləndirilsin.